Herkese necə izləyəcəyimiz ümid edirəm yaxşısınız. Kanalıma və yeni videoma xoş görüb, xoş gəlmisiniz. Necəsiz? Bugün sizə sual cavab vlogla qarşınızdayım. Deməli, mən shorts paylaşmışdım ki, mənimlə bağlı istədiyiniz sualları mən cavablandıracağım. Və özüm indi hal-hazırda telefondan deyərək çəkmirəm, çünki onda bəzi şeyləri oxumaya bilirəm, yadımdan çıxır. Belə daha rahat olar deyə düşündüm və dəftərə yazmağa başladım. Deməli, bu arada bu vlogu təkrar çəkirəm ikinci dəfə. Səbəbi isə onu açıqlayım, yəni ona görə vlogu gec paylaşmaq məcburiyyətində qaldım. Səbəbi isə yeni izləyicilərimizin bəzi şeylər yazdığı. Mən də bu vlogu kanalımda ilk olaraq bu mövzuda olan bir videonu ilk paylaşdığım üçün istəyirəm ki, bütün izləyicilərimin şərhini oxuyub cavablandıra bilim. Neysə, çox danışmadan keçək şərhlər cavablandırmağa. Deməli, izləyicilərimiz, ilk sualımız ən sevdiyin rəng nədir? Deməli, ən sevdiyim rəng, əsasən bir çox rənglər sevirəm. Amma cavab olaraq desək, çəhrayı, bənövşəyi, qırmızını daha çox sevirəm. Qaranı da məsələn çox sevirəm. Keçirik ikinci sualı. Ən sevdiyin heyvan və yaxud da ev heyvanı və yaxud da hər hansı bir heyvan. Ən sevdiyim heyvan pişikdir. YouTube'da ilk nə zaman başladım? Əsaslı cavab vermək istəyərdim buna. İlk olaraq qardaşımın kanalında videolar paylaşırdım. Sonradan isə fikrimizi dəyişdirdim deməyim. Qardaşımın kanalı bağladıqdan sonra yenidən kanal açdıqdan sonra qardaşım bir daha sonradan dedi ki, nəyə görə mənim də kanalım olmasın və mənə bir kanal açdıq. Bir dəqiqə bunu çıxardım, rahat olmuram. Mənə bir kanal açdıq və çox da gözəl başlamadı hər şey. Yəni ilk dəfə mənim bu qədər izləyicim yox idi, bu qədər abunətim yox idi və yaxud da videolarıma bu qədər baxış sayı və ya like gəlmirdi, yəni bəyəni gəlmirdi, yorumlar belə az idi. Amma uzun müddət sonra gördüm ki, artıq baxış sayı artır, izləyicilərin marağına gedən videolar çəkməyə başlayıram. Yəni belə gəldi, kanalım bu yerə qədər gəlib çıxdı və inşallah daha çoxlarına nail olarıq. Ən sevdiyin rəng sualını bir daha veriblər və cavab verdim. Ən sevdiyim YouTuber. Ən sevdiyim YouTuber. Əslində çox da YouTuberləri izləmirəm, amma yalan danışan mənəm. Təbii ki, izlədiyim bəzi YouTuberlər də var. Azərbaycanın desək, Ofeliya Aliyevanı, Aykon 4-ü falan çox izləyirəm. Ən sevdiyim YouTuberlərdən biri də hətta. Ən sevdiyim fən. Təbii ki, hər bir fən çox sevirəm, amma desəz ki, belə ən sevdiyim fən, yəni oxuduqda maraq aldığım fənlərdən biri. Baxın, bu sözümün altına xətt çəkirəm ki, bütün fənləri sevirəm, amma maraq oyadan, yəni dərsə daha da həvəsləndirən fənlərdən biri məni riyaziyyat oldu. Riyaziyyatı çox sevirəm, dəhşət. Azərbaycan, bir dəqiqə. Sualın cavablarını da yazıram. Ən sevdiyin ölkələr, ən sevdiyin ölkə qısaca. Ən sevdiyim ölkə təbii ki, Azərbaycan, Türkiyə, İtaliya və bir çox ölkələri həqiqətən istəyərəm gedib gəzib görmək. Deməli, bir sualımız belə idi, qardaşım varmı? Bir də vloguma yazmışdı bir izləyicim. Vlogdan cavab, daha doğrusu sualı vloga yazmışdı, shortsdan görüb. Ən sevdiyin sual keçsək. Qardaşım varmı? Bəli, var. YouTube'a necə başladın? Zaten buna əsaslı cavab verdim sizin üçün. Neçə yaşım var? Dediyim kimi, əsasən bu suallara cavab vermirəm. Qardaşımın kanalı varmı? Belə bir sual gəlmişdi. Bəli, var. Hətta qardaşımın kanalında postlarda paylaşacağım. Əslində vlogu keçən səfər paylaşacaqdım. Artıq paylaşmadığım üçün onu da paylaşmadım. Neçə yaşım var? Dediyim kimi bu sualları cavablandırmıram. Hətta suallardan 2 dəfə də gələ bilər bura, 3 dəfə də düşə bilər. Mən necə var elə yazmışam ona görə. Qardaşının neçə yaşı var? Dediyim kimi yaşla bağlı suallara cavab vermirəm. Neçənci sinifdə oxuyursan? Neçənci sinifdə oxuyuram. Təbii ki, bunu vloglarımdan izləyənlər biləcək. Ona görə bu videonu dayandırırsınız, keçirsiniz vloglarımı izləyirsiniz, kanala like atıp abone olursunuz, həmin videolarımı bəyənirsiniz, shortslarımı bəyənirsiniz, qayıdırsınız videomuza.
Deməli, ad günün nə vaxtı? Əvvəllər Shortsda paylaşmışdım ad günüm nə vaxt olduğunu və bunu da açıqlayım ki, ad günüm 9 avqustdur. Heç dərsdən 2 almışsan, heç vaxt almamışam dərsdən 2. KSG ballarını heç bizimlə bölüşərdimi? Bəli, bölüşərdim. Çünki qiymətlərim əsasən 5, ən pisi isə 4 olur. Gələcəkdə YouTube ilə davam etmək istəyərdinizmi? Belə bir sualımız var idi. Gələcəkdə deyirik, yəni nə dəyişəcəyini, nə olacağını bilmirik. Allahın izni ilə qismət olarsa, bəli, istəyirəm ki, gələcəkdə də YouTuber olum, amma daha çox istəyim günlük vloqlar, yəni istərdim ki 2 kanalım olsun. Hətta daha doğrusu mən çalışdığım qədər kanalımın çox olmağını istəyirəm, amma başqa mövzularda. Məsələn, dərslə bağlı, hətta elə bir kanalım var. Hal-hazırda məni izləyən bir çoxları bilir o kanalları. Ən sevdiyim rəqəm belə deyək ki, yəni ən sevdiyim rəqəm biraz qəribə saldı, amma yəni cavablandıracağam. Uğurlu sayımız deyək. Uğurlu sayım 8-dir. Ən sevdiyin hərf təbii ki, özbaşı hərfimdir Z. Bürcü nədir? Çox da bürcüdən bağlı suallara məncə cavab verməyə ehtiyac yoxdur. Ən yaxın dostun kimdir? Ən yaxın dostum, indi burada bilmirəm adlarını çəkməyə icazə verəcəklər, verməyəcəklər, amma yəni də mən demək istəyirəm. Sinif yoldaşlarımdan ən yaxın dostlarımdan biri Səmadır. Bu vlogu da izləyir, onu buradan qucaq dolusu salamlar göndərirəm. Və adını çəkməyəcəm, amma daim qızı ilə də ən yaxın dostlarımdan biridir. Həqiqətən mənim üçün dostluq çox böyük bir şeydir. Yəni, dost seçmək də çətin bir şeydir ki, öz yaxın dostunuzu həqiqətən seçmək çox çətindir. Sizin da gününüzdə yanınızda olursa, çətin gününüzdə yanınızda olursa, deməli o elə əsl dostdur. Keçək, belə bir sual var idi ki, Ofeliya Aliyevanı izləyirsinizmi? Bəli, izləyirəm. Hətta bayaq sualda dedim. Ən sevdiyim fəsil təbii ki, yay fəslidir. Yəni bunu belə əsaslı cavab verim ki, ən sevdiyim fəsil nəyə görə yay fəslidir? Həm isti olur, həm rahat olur, həm doğum günüm yay fəslindədir. Takım tutursam, yəni futbol takımı desəz, tuturam. Qalatasaraylıyam, amma futbola həvəsim Qarabağ oyunlarına baxanda başlayıb, belə deyim. Ən sevdiyim kino, film. Çox da film, kino izləmirəm. Amma türk teleseriallarından desək, kinolarından desək, film desək belə. Taşacaq bu dəniz falan izləyirəm. Çox maraqlıdır, bu arada siz də izləyin. Öz kanalınızı bəyənirsinizmi? Bəli, yəni orta bir kanalım var məncə. Amma bu sualı özüm cavablandırmaq istəmədiyim üçün, yəni fikir bildirmək istəmədiyim üçün bu sualı sizə buraxıram. Sizcə kanalım necədir? Siz mənim kanalımı bəyənirsinizmi? Heç video paylaşdığında xoşuna gəlməyən videon olubmu? Bəli, olub. Yalan danışan mənəm, təbii ki, olub Shortsda, amma Shortsda olub. Yəni vloqlarımda olmuyor belə bir şey. Amma yalan danışan mənəm, çünki yadıma düşdü. Vloqlarımda da olub bir-iki dəfə elə şeylər. Sual-cavab vloq eləmişəm ilk dəfə. Elə ilk videom sual-cavab videosu olub. O videoyu mən silmişəm, çünki həqiqətən özümün belə xoşuna gəlmədiyi üçün, arka fon deyə belə xoşuma gəlmədiyi üçün silmişəm. Bir də dəftərə yazdıqlarımın əlavə suallar var idi, indi onu da sizə deyəcəm. Belə bir sual var idi, Blackpink yoxsa Manifest və nəyə görə əsaslı cavab ver? Blackpink və Manifest desək, təbii ki, mənim üçün Manifest daha öndədir, Blackpinkdən daha öndədir. Mən çox da Manifest mahnılarına qulaq asmasam da, çox sevirəm onları həqiqətən. Maraqlıdır, musiqiləri də çox gözəldir. Yəni, amma Blackpink və Manifest desələr, Manifest deyərəm həqiqətən. Əgər izləyicilərimin hər hansı bir suallarına cavab verməmişəmsə, üzürlü saysınlar. Burada bir də demişlər, yadımda qalan qədər suallara cavab verdim, yazmadığım suallara cavab verdim dəftərə. Burada vlogumuzu sonlandırırıq. Nə yaxşı ki varsınız. Kanalıma like atıb abunə olmağı unutmayın. Bu qısa bir video oldu, çünki sual-cavab videosuydu. Və bu videonun da şərh bölməsində istədiyiniz sualları yaza bilərsiniz ki, gələcəkdə, yəni daha sonra çəkəcəyim vlogu üçün şərhlərimiz hazır olsun. Amma bu dəfə uzun müddət gözləyəcəm, çünki məncə bu biraz az idi vloqlarımı izləyənlər üçün. Çünki Shortsda daha çox izlənmir videolar, amma vloqlarımı paylaşsam daha yaxşı olardı məncə. Amma nəysə, eybi yoxdur.
Bu arada kanalıma like atıp abone olup yorum yazmayı unutmayın. Ne yaxşı ki varsınız. Görüşene dek əziz izləyicilərim. İnşallah gələcəkdə, daha doğrusu yaya qədər, doğum günümə qədər 400 və 500 abunəçiyə çatarıq və bu ümidlə davam edərik yolumuza, amma inşallah hər şey gözlədiyimiz kimi olacaq. Ne yaxşı ki varsınız. Kanalıma like atıp abone olmayı unutmayın. Burada göstərim sizə ürək. Bye bye.